بسم الله الرحمن الرحیم. بعد از حمد و ثنای الهی و درود بی پایان بر نبی خاتم و اهل بیت ایشان، بحثمız در مورد پیامدهای دنیوی سوء خلق و بد اخلاقیdir که عرض elədik. Əvvəlin پیامد dünyavi bad əxlaqi budur ki, insan özün əziyyət və azar və təəbə salır. Amma bu cəlsədə ikinci mورد از مواردی که سوء خلق və bədrəftarlıq insanın başına gətirir, ərz eləyəcəyik. İkincisi, insanı bəd əxlaq az cəhəti ruzisi kəm olar. Əlavə bər bu iki rivayati varımız Əhl-i Beyt Peyğəmbərdən ki, bu nüktəyə barmaq qoyublar və işarə eləyiblər ki, bəd əxlaq insanın ruzisi kəm olar. Təbiəti bəşər də elə belədir. Çox vazihdir bunun dəlili. İnsani ki, bəd əxlaqdır, eləyənmir bununla, onunla, o birisi ilə təamül həsənə bərqərar eləyə. Yoxdur, rabitəsi yoxdur həmkarı ilə, xanivadəsi ilə, dostları ilə, qonşuları ilə, fək famili ilə, uzaq yoxun. Görürsən, o adamı ki, bəd əxlaqdır, fərz eləyin tükandardır. Bir nəfər xiyabandan keçir, deyir, məsələn, mənim biraz ödə vəsail deyiblər, keçin buradan alım gedim. Əvvəlin vardır, keçir tükana, gör şəxsi bəd əxlaq furuşəndə, durub da orada vəsail istəyir sata. Müştəri soruşur, bu neçədir? Deyə bu qiymət, deyə bu birisi neçədir? Görürsən bir zat dedi. Da müştəri deyə gələn şeydən gəlmərəm, nə da bu tükana, orada çıxması eşiyə əgər. Elə də əvvəlin o axırın var olar ki, oradan xərid eləyir. Çünki bu bəd əxlaqlıq elədir. İnsanlar xoşları gəlir bir yerdə zindigi eləyələr, bir əfrad ilə təamül eləyələr ki, onlarla vaxtı təamül eləyirlər, rəft amət eləyirlər, alış-veriş eləyirlər, boş verirlər, ya borc alırlar, ya öylən icarə verirlər, ya tükana gedirlər fərz buyucuna, vəsaillərin verirlər, təmir eləyirlər, idarəyə gedirlər, işlərini həll eləyə. İnsanın xoşu gəlir bir adamla təamül eləyə ki, xoş rəftardır, xoş əxlaqdır, ədəb və ehtiram eləyir. Və illa insani ki, getdi birindən bir ədəbçilik gördü, bir ehtiramlıq gördü. Gördü bu başarmır öz təamülün. Fərz elə mən iki qonşusuyam, mən iki onun həmkarıyam, mən iki onun familiyəm, mən iki onun fərz buyurun təamülüm vardı be hər şəkli. Qatarda bir kubbədə düşmüşük əslən. Vaxtı bir seri insan azmayış eləzi gördü mən ədəb əxlaqı yoxdur və insanı eləyənmir təhəmmül eləyə, da insan ondan adab-ı müaşirət eləməz. Fəliza vəxti adab-ı müaşirəti
bir səbəb bəd əxlaqisi kəməldi ondan bundan, fəliza görəsən işində, gücündə də təsir qoydu. İdarədədir, xub, bunu eləməzlə mafouq. Deyərlər ki, o başarmır ərbab rücuyla, həmkarı ilə təamülün. Bu gəlsə yuxarı olsa, məsələn, mavini bank, reisi bank, mərdumla nə cür dil ağız eləyəcək? Fəliza işdə deyərlər elə qoy getsin o quşələrdə zadda bir yer tapsın, öz işinə məşğul olsun. Da düşüb daibra, nə eləyək? Əlimizdən ki, gəlmir bunu ataq eşiyə. Yox, tükan sahibsən, meyvə satsan filan, bu cür rəftarın. Burada əgər xoş əxlaq olmasın, tərəf bir siri meyvəni alar, görər, bəd rəftarsan, bəd əxlaqsan, gələnsə deyər, dayış, bunun yana getməyim. Bu elə o birisindən vəsailimizi alaq. Tamam işlər bu cürdür. Əmir-i Möminan Əli əleyhissalam buyurdu, mən saə xuluquhu zaqə rizquh, hər kimin əxlaq və rəftarı pis olsa, ruzisi təng olar. Hər kimin adab və rəftarı mərdumla pis olar, bu iş bais olar ki, ruzisi kəmələ. Və bu cür əfrad gərək səy eləyələr ki, əxlaqlarını düzəldələr. Əgər tərəf eləyənmədə əxlaqın təğyir verə, ki, vaqiən bu da bir dənə məritçilikdir. İnsanı ki, bədə əxlaqdır, bir növ məritçilikdir. Necə bilin, bir fərz elə bir məritçilik olar, gedər düktürə, kolliyəsi ağrıyır. Gedər düktürə, deyər, fərz bu gün Xudanın içərdə daş vardı kolliyədə. Gedər dərman eləyər. Tərəf gedir, bir dənə müşavirə əmin və mütəxəssisin yana deyir, mən bilmirəm ki, vallah, bu cami ilə eləyəm, biləm, təamül eləyəm, həmkarlarla, o yandan, bu yandan. Bu bəd əxlaqının bir dənə mənşəyi vardı da, illəti vardı. Mütəxəssis, müşavir oturur bundan sualati soruşur, təşxis verir ki, illəti bunun bəd rəftarlığı nəminədir, məsələn. Məsələn, deyir ki, bəli, mən kəm qəza yeyirəm. Xob, həmişə ac oluram. İnsan ki, ac oldu, məlumdur da pərxaşkar olar. Kəm yatır. Gündə deyir, məsələn, mən 2 saat yatıram. Məlumdur da, onun hövsələsi olmaz heç işə. Tərəf deyir, fərz eləcənən, bəli, mən sübh saat 6-da öydən çıxıram, gecə saat 12-də də övə yetişirəm. 3 dənə də iş görürəm, məsələn. Xob, övə yetişəndə eləyəmirəm, məsələn, xanivadı ilə düz rəftar eləyəm. Öydə su-i xolqum vardı, bəd rəftarlığım var. Bəli, mütəxəssis baxır, deyir də sən də məlumdur, yuxu vaxtındır. Gəyə yuxlayasan, uşaqdır, sən gedibsən, yatıbdır, sən gəlincə, deyir, indi gələcək babamla da oynayam, məsələn, sonra yatam. Məlumdur da sənin hövsəlin olmaz ki, onu saxlayasan. Pəs mənşə odur. Sənsə yerləcinən, biraz neyləcinən, şündən imkan olsa, kəmək günən. Ta məbada bu bəd əxlaqlığın sənə olan mələkə rəftarı. Fikirləyəsən, belə bir dənə adətdir, bir dənə səndən bu ayrılmaz bu, sifət ola sənə. Vəxti insana bəd əxlaqlıq adət oldu, adət onu oldu mələkə,
mələki, əxlaqi və rəftarisi oldu sifət o şəxs. Məsələn, dedilər, filani bəd əxlaq, bu oldu sənə sifət, o ki sənə da sifət oldu da səndən ayrılması çox çətindir. İnşallah riayət eləyək və xoş əxlaq olaq ta ruzimiz bu dünyada çox ola. با ذکر صلوات بر محمد و آل محمد